Xoş gördük əziz dinləyicilər. Mən dünənki videomda bildirmişdim ki, nəyin bahasına olursa olsun Güney Azərbaycan barəsində həm biz Türkiyə ilə, həm İsraillə müəyyən mənada danışıqlar aparmalıyıq və hazır olmalıyıq ki, Güneyli qardaşlarımızın dadına çatır. Məhz bu günləri eşitdim ki, Azərbaycan hökuməti müəyyən kanallar vasitəsilə, düzdür, bunu mətbuat yayır, sosial şəbəkələrdə yayırlar. Nə qədər doğrudur, nə qədər doğru deyil, bununla işim yoxdur, amma Azərbaycan dövləti diplomatik yollarla məhz İsrailə çatdırıb ki, Azərbaycan yaşayan, türk yaşayan yerləri bombardman etməsinlər. Baxın, bu nə qədər doğrudur deyə bilmərəm, amma doğrudursa təşəkkürlər, yəni bunu deməyə əsas var. Doğrudursa təkcə bu söz belə bəsdir. Təkcə indiki vəziyyətdə Güney Azərbaycan üçün bir, necə deyirlər, kəlmə bəsdir. Bu kəlmənin diplomatik yollarla 3-cü, 4-cü şəxsin belə İsrailə çatdırması belə bugünkü Güney Azərbaycanın qorunması məsələsində çox ciddi addımdır və orada yaşayan milyonlarla Azərbaycanlı üçün bir ümiddir. Yəni bu mənada həm Güneyli Azərbaycanlıların, həm Şimallı Quzeyli Azərbaycanlıların toparlanması, vəhdətdə olması və onların özlərinə inamının ortaya çıxmasına və onların qorunması üçün, təhlükəsizliyi üçün əlbəttə ki, gözəl bir yardım olar. Bununla bu ayrı bir deməli məsələdir ki, dünənlər biz bundan danışmışdıq. İkinci bir məsələ isə artıq Trump açıq surətdə bildirdi ki, biz Xamneyinin harda gizləndiyini, harda olduğunu bilirik və istənilən vaxtı biz onu məhv eləyə bilərik. Bu da artıq ikinci bir açıqlama idi ki, Trumpdan gəldi. Artıq Trump öz gəmi, daha doğrusu təyyarə daşıyan gəmilərini də Hind okean sahillərinə, İngiltərə öz kral donanmasını da artıq Hind okeanı sahillərinə gətirdiyi barəsində də məlumatlar var. Böyük ehtimalla, yəni artıq bu əməliyyatın yaxşı bir həddə, yəni İranın sarsılması mənasında görürlər və yəqin çalışacaqlar ki, son akordları da vursunlar. Yəni ümumi məlumat bu formada da mən yenə də deyirəm ki, həqiqətən bu günləri İranda artıq Amerikanın, İsrailin əli çatmayacağı bir yer yoxdur. Xamneyini vurmaq bir üstəgəl birdir. Yəni Xamneyinin gizlənməsi mümkün deyil və inanın mənə ki, mən Trump'ın bu açıqlamasına qəti surətdə inanıram. Niyə görə inanıram? Çünki indiyənə qədər məhz bu bir il ərzində hamımızın gördüyü, hamımızın şahid olduğu bir şəkildə İsrailin çox çətin hədəfləri vurduğunun şahidi olmuşuq. İranın içində ən ciddi şəkildə qorunan insanların belə necə öldürüldüyünü şahid olmuşuq. Qasim Süleymani kimi yaxın şərqin doğrudan da İran tərəfindən bel sütunu olan Qasim Süleymanın necə öldürüldüyünün biz bunun şahidi olmuşuq ki, Qasim Süleymani deyərdim ki, Xamneyi qədər qorunan bir şəxsdir və 3 gün, 4 gün bundan əvvəl baş qərargah rəisinin evində belə vurulması, ən vacib olan Sepah generallarının yerində bir nöqtə ilə vurulmasını gördükdən sonra qəti və zərrə qədər də şübhəm yoxdur ki, bəli, Xamneyinin yerini bilirlər və son ana qədər ondan kapitulyasiya istəyirlər. Əgər bu kapitulyasiya baş verməzsə, yenə öz sözümdə dururam ki, böyük ehtimalla birbaşa Xamneyini məhv edib ortadan qaldıracaqlar. Təşəkkür edirəm.